Xəbərdə də sxemi görürsünüz. Əkbər, baxırsan? Ay sağ ol. Sxem baş və budaq yerini dəyişə bilir. Görürsünüz? Ay sağ ol. Kim diqqətlə qulaq asa başa düşəcək. Baxıram. Qaydanı əzbərləmirəm. Burada ismi xəbərdir. Feili xəbər yox. Yadınıza salın. Kimdir, nədir, necədir, neçəncidir, haradır. Bu tipli suallar olur. Keçirəm nümunələrə. Elə məsələnin də mühüm cəhəti oradadır. Haradadır? Ay sağ ol. O zamanlar işin çox olmasında. Vəziyyət elə idi. Necə idi? Hamı necə, sən də elə. Bu əslində belədir. Hamı necədirsə, sən də eləsən. Hamı necədir? Necədir? Elə özü sualdır. Suala sual verməyəcəm. Deməli, bax, burada belə sual vermirəm. Hamı necədir? Sən də eləsən. Sən də eləsən. Necə? Hamı necə? Sən də elə. Bu budaq başdır. Niyə? Bax, sual bildirən sözlər gördünüzsə, cümlənin başında. Sual əvəzlikləri. Birinci budaq cümlədir. Ona sual vermirsən. Sual əvəzliyi olan cümləyə sual vermirsən. O birisi cümləyə verirsən sualı. Və hər kim 100 il yaşamasa, günah onun özündədir. Kimdədir? Özündə. Səhvimiz orada olub. Harada olub? Ailəmiz haradadır? Bax, buna sual vermirəm. Sual əvəzliyidir. Kiçik qardaşım da oradadır. Oradadır, haradadır? Bəli, budaq baş. Kim sənə axmaq deyirsə, ona sual vermirəm. Kim var orada? Axmaq onun özüdür. Kimdir? Sənə axmaq deyən. Niyyətin hara, mənzilin ora. Bax, bu cümlələrdə xəbərlər ixtisar oluna bilər. Üstəgəl şəxs şəkilsə ixtisar oluna bilər. Bax, niyyətin haradır? Mənzilin də oradır. Oradır. Hara? Kitaba baxır ha hamı. Kitaba. Ortada açılır. Kitaba bax. Hava isinən kimi məsləhət bu oldu. Nə oldu? Bu oldu. Ay sağ ol. Axırda muzdu o oldu. Nə oldu? Oldu. Birlik harada? Bax, buna sual verməyəcəm. Birlik oradadır. Baş budaq. Budaq baş. Sual əvəzliyi olan cümlə birinci gəlirsə, birinci budaqdır. Baş deyil. Bu da oldu xəbər.